Salam, sabahınız xeyir olsun. 1 iyun 2026-cı il tarix edim. Yaz səsinin 73-cü günü, Zülhiccə ayının 15-ci günüdür. İyun ayının 1-idir. İyun ayının ilk həftəsinin ilk birinci bazar ertəsi günüdür. Həm həftəmiz, həm də iyun ayımız hər birimiz üçün uğurlu, xeyirli, can sağlıqlı, bol bərəkətli, ruzili başlayıb. Ruzili də başa çatmış olsun can sağlıqlı olaraq və eləcə də 1 iyun günü də kimlər ki işləri arxasınca gedirlər, işləri ilə məşğuldurlar, iş yerlərində, ofislərində, evdə ev işləri ilə məşğuldurlar, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlıqlı, gözəl, sülhəmnamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili bir xoş xəbərlərlə zəngin olan bir gün, eləcə də bir həftə, bir ay keçirmələrini arzu edirəm. 1 iyun günündə kimlər təhsili ilə məşğuldurlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələri və eləcə də digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı, zehin açıqlığı, yol açıqlığı, işə vaxtlığı arzu edirəm və bu günləri, həftələri, iyun ayları uğurlu başlayıb, uğurlu başa çatsın. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm də bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzu edirəm. Bununla yanaşı 1 iyun günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlara can sağlığı, səbir diləyirəm. 1 iyun günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid, qazi, əskər ailələrinə, Azərbaycan ordusunun bu gündə də salamlayıram. Can sağlıqlı, əminamanlıqlı, firavanlıqlı, bol ruzili, xoş xəbərlərlə zəngin, xoş bir gün, bir həftə, iyun ayı keçirmələrini arzu edirəm. 1 iyun günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. Bununla yanaşı 1 iyunda da tarixi əlamətlər günləri vardır. 1 iyun 1950-ci ildən BMT Baş Assambleyasının qərarı ilə Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi qeyd olunur. Bu münasibətlə bütün dünyada yaşayan uşaqları, eləcə də şəhid, qazi övladlarının və eləcə də kimsəsiz uşaqların hər birini bugün münasibəti ilə təbrik edirəm. Mərhum prezidentimiz Heydər Əliyev Əliyev, Allah ona qəni-qəni rəhmət etsin, demişdir ki, uşaqlar bizim gələcəyimizdir. Bəli, uşaqlar bizim gələcəyimizdir və bir də bildirmişdir ki, biz gənclərimizə, uşaqlarımıza nələri öyrətsək, gələcəkdə də onları görəcəyik. Bəli, bugün uşaqlara biz nəyə göstərir, nə deyirik, söyləyiriksə, gələcəkdə də onları o cür yetişmiş olacaqlar, onlara etmiş, onları demiş olacaqlar. Ona görə də demək, uşaqların qarşısında diqqətli olmalıyıq, davranışımızda, danışığımızda və hansı uşaqlardakı davranış pozuntuları var və digər haldan xəstədirlər, dövlət tərəfindən düzdür, qayğı göstərilir və hər bir kəsdə belə uşaqlara diqqət, qayğı göstərmələrini arzu edirəm və arzu edirəm ki, bütün dünyadakı uşaqlar üçün bütün dövlətlər, ölkələr tərəfindən yerlər təşkil edilsin, xoş istirahətlər etmiş olsunlar, dincələ bilsinlər, sonra isə onların qayğıları ilə maraqlansınlar, nəyə ehtiyacları var və onlarla maraqlanaraq onlara dəstək olaraq həm də bütün dövlətlər, dövlət proqramı işləyərək həyata keçirmiş olsunlar. Bugün Azərbaycan Respublikasında da uşaqlar haqqında dövlət proqramı həyata keçirilir və çox uğurla icra olunur. Elə şəxslər var ki, istər dövlət işçisi, qulluqçusu olsun, istərsə də adi insanlar olsun, uşaqlara baş çəkir, onların qayğıları ilə maraqlanırlar. Arzu edirəm ki, bu davamlı olsun. Mən özümün maddi cəhətdən sıfır vəziyyətindəyəm, yəni özümdə ehtiyac içərisində yaşayıram, evimdə uçulmuşdur.
Yəni bu baxımdan, yəni ehtiyac üzündən mən uşaqlara maddi dəstək ola bilmirəm, ancaq ki, mənəvi cəhətdən elə bu gündə də onları salamlayıram, onlara can sağlığı, iş avadlığı, gələcəkdə gözəl bir vətəndaş kimi hansı ölkəsindən asılı olmayaraq yetişmələrini arzu edirəm və onların qayğıları ilə maraqlanaq, onlara daima dəstək olaq. Elə uşaqlar var ki, pis təsir altına düşürlər, onları belə pis təsirlərdən dövlət qoruyur və biz də gördükdə onları qoruyaq, doğru yola çəkək. Uşaqların tərbiyəsi ilə məşğul olan idarələr, müəssisələr var, xüsusilə bağçalardır. Sonra isə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün olan müəssisələr, idarələrdir, məktəblərdir. Burada olan uşaqlara baş çəkək, qayğıları ilə maraqlanaq, onlara dəstək olaq, mənfi davranışlı dərslərdə, eləcə də bağçaların özündə uşaqlar var, anında onlara müdaxilə edək, onları doğru yola çəkək və düzgün tərbiyə olunmasına hər birinə köməklik göstərək və ən böyük də arzum odur ki, bütün ailələrdə yaşayan uşaqlar üçün hər bir dövlətdə uşaq pulu təyin edilsin ki, bu da eyni miqdarda, eyni faizlə olsun ki, uşaqların heç olmaya ən azından geyimlərini, qidalarını, bununla yanaşı təhsilə aid olan ruşqalarıdır, dəftərləridir, çantalarıdır və digərlərini əhatə etmiş olsun. Və valideynlərə isə can sağlığı arzulayıram, uşaqların tərbiyəsində möhkəm olmağı, onların problemləri ilə maraqlanmağı, onlara dəstək olmağı arzulayıram və bütün dövlətlərdə uşaqlarla məşğul olan yerlərə hər birinə dövlət tərəfindən demək, maliyyə baxımından demək, pullar ayrılsın ki, onlar da öz sahələri üzrə uşaqlarla baş çəkib məşğul ola bilsinlər. Arzular çoxdur və uşaqlara aid Leyla Mətinin demiş olduğu, yazmış olduğu şeirdən deyirəm. Gözü məsum baxışlı, qəlbində mərhəmət var, gələcəyin səsidir, körpə, dəcəl uşaqlar və eləcə də digər tarixi günlərdən isə 1533-cü ildə deməli Anna Boleyn İngiltərə kraliçası olduğu gündür. 1 iyun bununla yanaşı 1792-ci ildə Kentucky, Amerika Birləşmiş Ştatlarının 15-ci ştatı olduğu gündür. Bununla yanaşı 1 iyun 1815-ci ildə Napolyon Fransa Konstitusiyasına sədaqətlə and içdiyi gündür. 1 iyun 1855-ci ildə Amerikalı macəra həvəskarı William Walker Nikaraguanı ələ keçirdiyi gündür. Bununla yanaşı 1 iyun demək 1911-ci ildə Osmanlı İmperiyasında hərbi hava qüvvələri yaradıldığı gündür. 1 iyun 1941-ci ildə Almaniya Kriti işğalını tamamladığı gündür. 1 iyun 1950-ci ildə biraz əvvəl qeyd etdim. Deməli, BMT Baş Assambleyasının qərarı ilə uşaqların beynəlxalq müdafiəsi günü kimi qeyd edilməyə başladığı gündür. Bununla yanaşı 1 iyun 1963-cü ildə Keniyada daxili özünü idarə etmə ələ edildiyi gündür. Bununla yanaşı 1 iyun 2009-cu ildə Air France şirkətinə məxsus A330 təyyarəsinin qəzaya uğraması nəticəsində 228 nəfərin həlak olduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.